Salam, hər vaxt xeyir olsun, dəyərli izləyicilər. Bu videoda sizlər üçün Dövlət İmtahan Mərkəzinin 2024-cü ildə birinci qruplar üçün keçirdiyi birinci qəbul imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq suallara. Demək, birinci sualda deyir ki, təzə meyvə qurudulduqda öz kütləsinin 82%-ni itirir. Bu meyvədən nə qədər götürmək lazımdır ki, 27 kiloqram meyvə qurusu alınsın? Demək, 82% itirilirsə təzə meyvənin 18% qalacaq. Yəni 100%-in 82%-ni çıxırıq, 18% qalacaq. Demək, quru meyvə 18%-ə uyğundursa, indi 27 kiloqram quru meyvədirsə, demək 18%-i 27 olan ədəd tapacağıq. Tənasübdən yazsaq, yəni 100-ə də x. Çünki təzə meyvəni istəyir. Əgər 18% quru meyvə 27 kiloqrama uyğundursa, 100% x-ə uyğundur. Buradan çarpaz vursaq, x bərabərdir. 27 vurulsun 100 bölünsün 18 alarıq. Bu da 9 x-lar gedər 2, 3. 2 ilə də 100 gedər 50, 3 vur 50, 150 kiloqram doğru cavab olar. İkinci suala diqqət edirik. Deyir, A bərabərdir 5n, B bərabərdir 3n plus 6 və C bərabərdir 6n minus 4 ardıcıl cüt natural ədədlərdir. Ək OBM-ni tapın. Burada diqqət etsək, ardıcıl cüt natural ədədlər dediyinə görə bilirik ki, ardıcıl cüt naturallarda, ardıcıl tək naturallarda bir-birindən 2 vahid fərqlənir. Yəni B A-dan 2 vahid böyükdür, C də B-dən 2 vahid böyükdür. Burada diqqət etsək, B ilə A-nın fərqi, yəni 3n plus 6 çıxılsın 5n bərabərdir 2 yaza bilərik. C ilə B-nin fərqini də yazıb tənasüb kimi həll edə bilərik, amma C ilə A-nın fərqinə 4 yazsaq, o daha tez, məsələn, n-i tapa bilərik. Çünki A B-dən 2 vahid kiçikdir, A C-dən onda 4 vahid kiçik olacaq. Yəni 6n minus 4 çıxılsın 5n bərabərdir 4 olacaq. Çünki bu bundan 2 vahid 4 vahid böyük olacaq. Burada 6n-dən 5n-i çıxanda n eləyəcək. 4-ü də sağ tərəfə getsəm 4 8 olacaq. Demək, n 8 olandan sonra gətirib burada yerinə yazsaq, onda olacaq 3m üstə gəlsin 6 çıxılsın. N-in yerinə 8 qoysaq 5 8-in 40 eləyəcək. Bərabərdir 2-yə. Buradan 3m bərabərdir 36, m bərabərdir 12 alarıq. M 12, n 8. Bizdən ək OBM-ni soruşur. Ək OB 8-dən 12. Bunu ək OB-un tapılma qaydası ilə vurğulara ayırıb tapa bilərsiniz. Bu sadədir. 8-dən 12-nin ək OB-u 24, yəni Y variantı olacaq. Növbəti üçün suala diqqət edirik. 1 plus 2i, 2 minus i üstə gəlsin 1 minus 2, 2 plus i ifadəsini sadələşdirin. I xəyali vahiddir. Adi qaydada çox ədliyə vurulma qaydasından vuraq açaq. 1-i 2-yə vuracaq 2, 1-i minus i-yə vuracaq minus i eləyəcək. 2i-ni 2-yə vuracaq 4-i. 2-ni mənfiyə vuracaq, mənfi 2i-nin kvadratı alınacaq. Sonra üstə gəlsin. Burada müsbət olduğuna görə işarədə fərq eləməyəcək. Yəni bunların öz işarəsi qalacaq deyə birbaşa açıram. 1-i 2-yə vuracam yenə 2, 1-i i-yə vuracam i, çıxılsın 4i, çıxılsın 2i-nin kvadratı alınacaq. Bərabərdir. Burada diqqət eləyək. Demək, ədədlərə baxaq. 2, bu 2i-nin kvadratı i kvadratı mənfi 1 olduğuna görə bu müsbət 2 olacaq. Yəni 2 üstə gəl 2 4 eləyəcək. Üstə gəl 2 6 eləyəcək. Bir də burada üstə gəl 2 olacaq 8 eləyəcək. Demək, ədəd olaraq 8 qalacaq. Keçdik i-lərə. Mənfi i-nin üstünə 4i gələndə müsbət 3i, üstünə bir dənə də i gələndə müsbət 4i. Burada mənfi 4i ilə i-lər hamısı 0 eləyəcək. Demək, doğru cavab elə 8 qalacaq A variantı. Növbəti 4-cü suala diqqət edirik. Demək, bizə integral 1-dən 8 fx dx bərabərdir 14. İntegral 1-dən 13 fx dx 9 olarsa, 4 vurulsun integral 8-dən 13 fx dx-i tapın. Demək, biz bilirik ki, integral 1-dən 8 fx dx-i bərabərdir 14-ü. Biz yaza bilərik. Fx-in ibtidai funksiyasını, demək, f yuxarı sərhəd 8 çıxılsın f 1 kimi yaza bilərik. Bərabərdir 14 şəklində. Demək, integral 1-dən 8 fx dx-i f8 çıx f1 bərabərdir 14 kimi yaza bilərik. Eyni qayda ilə 1-dən 13 fx dx-i da f13 çıxılsın f1 kimi yaza bilərik. Bərabərdir 9-a. Demək, bunu yazdıq. Bir də bizdən istədiyi 4 integral 8-dən 13 fx dx-i da bizdən bunu istəyir. Bizdən bunu istəyir. Bunu da eyni bu formaya salsaq 4 vurulsun. Bu da olacaq f13 çıxılsın f8. Demək ki, bizə f13 çıxılsın f8 lazımdır. F13 çıxılsın f8. Onda biz elə bunları tərəf-tərəfə çıxsaq cavabı birbaşa ala bilərik.
Aşağıdan yuxarı çıxıram ki, F13 çıx F8 alınsın. F1-lər gedəcək çıxanda. Çünki x-in də işarəsi mənfidir. Bundan eynidir. Eyni işarələrdir və bərabərdir. Çıxanda gedəcək. Qalacaq aşağıdan yuxarı çıxıram. Yəni F13-dən F8-i çıxıram. F13 çıxılsın F8 bərabərdir. 9 çıxılsın 14. Yəni mənfi 5. Gətirib yerinə yazıram mənfi 5. Onda olacaq 4 vurulsun mənfi 5. Bu da bizə verəcək mənfi 20. Yəni C variantı. 5-ci suala diqqət edirik. 5-ci sualda deyir ki, tənliklər sistemindən x plus y cəmini tapın. Burada bu tip suallarda əvəz etmə üsulundan istifadə olunur daha çox. Yəni 2x plus y bərabərdir 7-dən y-i tapsaq 7 çıx 2x gətirib 5-in qüvvətində yaza bilərik. Demək, yazıram necə? Y bərabərdir 7 çıxılsın 2x-i gətirib burada 5 üstü y-də y-in yerinə yazıram. Bu olur 5-də 2 üstü x vurulsun 5 üstü y-in yerinə 7 çıxılsın 2x yazsaq bərabərdir 20 alınır. Buradan da bunu yazıram. 2 üstü x bölünsün 5 üstü x parçalayıram vurulsun. Bunu yazıram 5 üstü 7 bölünsün 5 üstü 2x bərabərdir 20'ye. Demək buradan da nə edirik? Buradan da yaza bilərik ki 5 üstü 7'nin bir dənə 5'i bunu 5 üstü 6 vurulsun 5 kimi yazsaq bu 5'i 20'dən ixtisar edirəm. Burada qalır 4. 4 qalandan sonra bu x-ları bir tərəfə, ədədlərdə bir tərəfə keçirirəm. Olur 2 üstü x, məxrəzdə qalır 5 üstü x, 5 üstü 2x. Bu da edir 5 üstü 3x. Bərabərdir 5 üstü 6 qaldı axı burada. Bunu da 4'ə məxrəz verirəm. 4 bölünsün 5 üstü 6 qaldı burada. İndi diqqət edək, bax sol tərəfdə görürük ki 2, 5 üstü 3x-dir də bu. 3'ü saxlayıram, x-i verirəm qüvvətə. Elə bir ki 125'də 2, yəni 125'də 2 üstü x olur. Bərabərdir. İndi bunu da eyni qayda ilə 2'yə 5'in kubuna oxşada bilirik. Diqqət edəsək, görək ki 4 2'nin kvadratıdır. 2'nin kvadratıdır. 5 üstü 6 5 üstü 3'ün kvadratıdır. Demək bu formaya düşdü. 2 bölünsün 5'in kubunun üstü x bərabərdir 2 bölünsün 5'in kubunun kvadratına. Əsaslar eyni olduğuna görə atıram. X bərabərdir 2 alıram. X'in 2 qiymətini gətirib burada yerinə yazıram. Y eləyir 7 çıxılsın 4 o da 3. X 2 y 3. İndi bizdən soruşur ki x üstəgəl y. X üstəgəl y 2 üstəgəl 3. Bu da 5 verəcək, yəni D variantı. Növbəti 6-cı suala diqqət edirik. Modula böyük bərabərdir 1 olduqda bu çıxılsın bu ifadəsini sadələşdirin. Bunları ortaq məxrəcə gətirək. Demək bunlar ortaq məxrəcə. Heç ortaq məxrəcə gətirmədən də bu kvadratdır, hazır bir kvadratdır. Yəni kök altında 1 minus 1 bölü a-nın kvadratıdır. Kök altında 1 minus 1 bölü a, birincinin kvadratı 1, hasilinin 2 misli 2 bölü a, üstəgəl ikincinin kvadratı. Bunu verəcək. Eyni qayda ilə bu da 1 plus 1 bölü a-nın kvadratıdır. 1 plus 1 bölü a-nın kvadratı. İndi bu bizə verəcək nə? Buradan bilirik ki modul çıxır. 1 minus 1 bölü a modulda çıxacaq. Eyni qayda ilə bu da 1 plus 1 bölü a modulda çıxacaq. Bərabərdir. İndi görək bunların işarəsi necədir? İşarəsini a-ya görə, yəni modula böyük bərabərdir 1 yazılışına görə bunların işarəsini müəyyən edəcəyik. Modula böyük bərabərdir 1 yazılışın nəyi verir bizə? Yəni bu demək ki a 1-dən böyük bərabərdir və ya a mənfi 1-dən kiçik bərabərdir. Yəni 1-dən böyük bərabər 1, 2, 3 ya bunlardır 4, 5 sonsuza qədər. Ya da mənfi 1-dən kiçik bərabər. Mənfi 1, mənfi 2, mənfi 3. Demək görək bu bizə nə verir? Bu bizə verir nə? Demək işarəsinə baxırıq. Məsələn, burada məlum məsələdə a-ya 1-dən böyük qiymətlər verdikcə bu heç vaxt mənfi eləməyəcək. Məsələn 2 versən 1 çıx 2-də 1, 3 versən 1 çıx 3-də 1. Həmişə müsbət olacaq. Mənfi qiymətləri verəndə də burada yenə plus yaranacaq, müsbət olacaq həmişə. Demək bu modula böyük bərabər 1 şərtində bu həmişə müsbət olur. İndi burada düşünək həmin qiymətləri. Müsbət qiymətlər verəndə məlum məsələdə müsbət olacaq. Mənfi qiymətlər mənfi 1, mənfi 2-ni verəndə ən kiçiyi 0 olur. Diqqətini mənfi 1 qoyanda 0 olur. Mənfi 2 verəndə 1 çıx 2-də 1 alınacaq. 1 çıx 3-də 1. Demək bu da müsbətdir. Müsbət modulundan da özü çıxdığına görə olduğu vəziyyətdə bunu moduldan çıxaracağıq. Burada sadəcə mənfi içəri təsir edəcək. 1 minus 1 bölü olacaq. Birlər gedəcək. Qalacaq mənfi 2 bölünsün a, yəni doğru cavab Y variantı olacaq. 7-ci suala diqqət edirik. Silindrin ox kəsiyinin sahəsi 16 bölü pi-yə bərabərdir. Silindrin yan səthinin sahəsi. Silindrin ox kəsiyinin sahəsi 2RH-dır.
Bunu 16 bölünsün pi veribsə, buradan çarpaz vursaq 2 pi RH bərabərdir 16-ya. Silindirin yan səthinin sahəsi də elə 2 pi RH-dır. Demək elə nəyə bərabərdir? 16-ya B variantı. Növbəti 8-ci suala diqqət edirik. Kök altında 2 minus 2 bölü x kiçikdir 2 bölünsün kökdə x bərabərsinin ən böyük tam əlini tapın. Demək nə edirik? Bunu ortaq məxrəcə gətiririk. Ortaq məxrəcə gətirəndə bu eləyəcək surətdə 2x minus 2 daha doğrusu. Məxrəcdə də x qalacaq. Kökün altına salıram. Kiçikdir 2 bölünsün kökdə x. Burada nə edirik? Bunların köklərini ayırıram. Köklərini ayırsam vurmada bölünmədə kökləri parçalaya bilirik. 2x minus 2 bölünsün kök altında x. Kiçikdir 2 bölünsün kökdə x şəklində yaza bilirik. Bunu yazandan sonra demək nə edirik? Burada diqqət eləsək, bu kök altında x-ları buradan bir şərtlə ata bilərik ki, hər ikisi x-in müsbət qiymətlərində təyin olunub. X-in müsbət qiymətlərində təyin olunub və təyin olunduğu bütün qiymətlərdə də müsbət olacaq onsuz da. Müsbət olacaq və eyni şey olduğuna görə ata bilirik. Demək, şərt qoyub ata bilirik. X böyükdür 0 şərtini qoyuram. 0 ola bilməz. Məxrəcdə olduğuna görə 0 ala bilmir. X böyükdür 0 şərtini qoyub bunu atıram. Və bunu həll edirəm. Kök altında 2x minus 2 kiçikdir 2 bərabərsini həll etmək üçün kvadratı yüksəldirəm hər iki tərəfi. Bu edir 2x minus 2 kiçikdir 2-nin kvadratı 4-dən. Bir də 2x kök altı ifadəni mənalı olması üçün böyük bərabərdə 0 götürürəm. Demək, bu bərabərsizlərin kəsişməsi, bir də x böyükdür 0-ı nəzərə almaq. İndi birincisini həll etsək 2x kiçikdir 6, x kiçikdir 3 alınacaq. İkincisini həll etsəm, demək, ikincisində nə verdi? 2x minus, burada 2 dəfə x yazmışam. 2x minus 2 böyük bərabər 0-dır, x böyük bərabərdir 1 alınır. X böyük bərabərdir 1, x kiçikdir 3. Bunların kəsişməsi 1-dən 3-ə kimi 3 daxil deyil, 1 daxildir. Elə x böyükdür 0 şərti bunlar x böyükdür 0 şərtində ödədiyinə görə artıq buna da ehtiyacımız yoxdur. Elə cavabımız 1, 3 olacaq. Burada ən böyük tam həll biz 2-ni götürəcəyik. 2-ni götürəcəyik çünki 3 daxil deyil. Demək, doğru cavab B variantı olacaq. Növbəti 9-cu suala diqqət edirik. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. Parabolanın təpə nöqtəsinin koordinatları m və n-lərdir. Hər ikisinin üçün düsturu var. Mənfi b bölünsün 2a ilə tapa bilərsiniz. N-i də 4ac minus b kvadratı bölünsün 4a ilə tapa bilərsiniz. Düstursuz yazmaq istəsəz, məsələn, törəməsini 0-a bərabər edib m-i tapa bilərsiniz. Həmin m-i yerinə yazandan sonra n-i tapa bilərsiniz. Yəni, o cürdə tapa bilərsiniz. Və yaxud da ki, kvadrat düzəltməklə. Amma düstur üsulu daha əlverişlidir. Ona görə düsturuna yazacağam. Mənfi b bölünsün 2a, yəni b burada x-in əmsalıdır. 12-dir. Mənfi b olduğuna görə mənfi 12 olacaq. 2a, a mənfi 3-dür. Yerinə yazsaq mənfi 6 eləyəcək. Yəni, x 2 olacaq. X 2 olan burada bir dənə cavab var. Yəni, D variantı. Düsturla da tapa bilirik. 2-ni yerinə yazmaqla da. 2-nin kvadratı 4. 4-ü mənfi 3-ə vuranda mənfi 12. Demək, mənfi 12. Üstə gəlsin. 2-ni yerinə yazanda 24. Üstə gəlsin. Çıxılsın 13. Bu da mənfi 12-nin üstünə 24 gələndə müsbət 12. 12-dən də 13 çıxanda mənfi 1. Yəni, D variantı alacaq. Növbəti 10-cu sual deyir, çoxluqlarının kəsişməsini tapın. Çoxluqların kəsişməsini tapanda ortaqlar götürülür. Baxıram, 1 yoxdur, 2 yoxdur, 3 yoxdur, 4 yoxdur, 5 yoxdur, 6 və 7 olduğuna görə doğru cavab A variantı olacaq. Növbəti 11-ci suala diqqət edirik. 11-ci sualda trapesiyanın diaqonalı onun ortaq həddini 6 və 20 olan santimetr olan hissələrə bölür. Trapeziyanın böyük oturacağını tapın. Demək, bizə bir ixtiyari trapesiya deyir, diaqonalı onun ortaq həddini 6 və 20 hissələrə bölür. Böyük oturacağını tapın. Burada məlum məsələdir. Ortaq hədd, trapesiyanın da ortaq həddi yan tərəflərin ortasını birləşdirir. Üçbucaqda da belə idi bu. Demək, bu ortaq hədd paralel olduğuna görə bu da yarı bölünəcək və bu üçbucaqların da ortaq həddləri olacaq. Demək, 6 bu soldakı üçbucağın ortaq həddidir. Üçbucağın ortaq həddi paralel olduğu tərəfin yarısı da 12 olacaq. Bu da bunun ortaq həddidir. 20 isə bura 40 olacaq. Demək, bizdən böyük oturacağını istədiyinə görə A variantı cavab olacaq. 12-ci sualda deyir ki, ədədi silsilədə A5, A7, A10, A12-nin cəmi 64 olası S16-nı tapın. S16 görə bizə nə verir? S16 A1 plus A16 bölü 2 vur 16 verəcək düsturla. Yəni, S-nin düsturu A1 plus A1 bölü 2 vur N-dir.
Burada bizə A1 ilə A16-nın cəmi lazımdır. A1 ilə A16-nın cəmi indekslərini diqqət etsək 17 elədiyinə görə ədədi sistemdə belə bir qayda var ki, indekslər cəmi bərabərsə hədlərin də cəmi bərabər. Yəni A1 plus A16-nın yerinə A5 + A12 yaza bilərik. Çünki bu da indekslərin cəmi eynidir. Onda bu da eyni bu olduğuna görə elə bu yazılış, yəni A5 demək A5 + A7 + A10 + A12 2 dənə A1 + A16-ya bərabərdir. Çünki burada da 2 dəfə 17 düzəlir. Yəni indekslərin cəmi bu 34-dür. 4 dənə həddən ibarətdir. Burada hədlərin sayı önəmlidir. Yəni biz 2 məsələn bir dənə A17 yaza bilməzdik. Burada 2 dənə hər 2 dənəni birləşdirib 2 dənə ilə ifadə edə bilərik. Da 3 dənə məsələn cəmi 17 eləsə, götürüb A1 ilə 16-nın cəminə bərabər eləsək doğru olmaz. Yəni 2 dənə həddin cəmin 2 dənə həddin cəminə, 3 dənə həddin cəmin 3 dənə həddin cəminə bərabər eləyə bilərik. Burada da 4 dənə həddin olduğuna görə elə bunun 2 qatı oldu bu. İndi 64 isə demək 32 olacaq. Bu 32 olacaq. 32 olacaqsa gətirib yerinə yazıram. 32 bölü 2 vur 16. 32-ni 2-yə böləndə 16, 16-nı 16-ya böləndə 256, yəni C variantı olacaq. 13-cü suala diqqət edirik. Deyir, iki paralel müstəvi arasında məsafə 6 cm-dir. Bu müstəvilər üzərində yerləşən iki çarpazı xətt arasındakı məsafəni tapın. Demək, paralel müstəvi arasındakı məsafə tutaq ki 6-dır. Deyir, üzərində yerləşən iki çarpazı xətt. Çarpazı xəttləri paralel olaraq, yəni bu müstəvi üzərində istədiyimiz yerə gətirə bildiyimizə görə, məsələn, bunu sürüşdürərəm, həmin o məsafə, ölçdüyüm məsafənin bunu da qoyaram bunun üstünə, hansı nöqtədən götürmüşdümsə. Bu çarpazı da, bu düz xətti də qoyaram ora. Elə bunlar arasındakı məsafədə nə qədər olar? 6 olar. Demək, doğru cavab elə D variantı olacaq. 14-cü suala diqqət edilir. Hansı bərabərsizlik doğrudur? Doğrudur. Kosinus pi böyükdür 2-də 1, sinus pi böyükdür. Demək, kosinus pi də alır -1. Bu 2-də 1-dən böyük deyil, yanlışdır. Sinus pi də alır 0, 0 0-dan böyük deyil, yanlışdır. Kosinus pi bölü 4-də alır kökdə 2 bölü 2, pi də alır -1. Onda üstə gəl 1, böyükdür 1. Hə, doğru olan demək Y variantı olacaq. 15-ci suala diqqət edirik. Üçbucağın A və B və C tərəfləri üçün bu bərabərdir 0 şərti ödənilir. Bu üçbucağın böyük hündürlüyünü tapın. Demək, əgər üçbucağın tərəfləri üçün bu şərt ödənirsə, demək, bunların modulların cəmi 0-dır. O vaxt olar ki, hər biri ayrılıqda 0 olsun. Yəni A plus B minus 17-ni də 0-a bərabər eləyək. B plus C minus 25-i də 0-a bərabər eləyək. A plus C minus 18-i də 0-a bərabər eləyək. Bu üçbucağın demək, böyük hündürlüyünü bu üçün tərəfləri müəyyən eləyək. Demək, buradan A plus B-ni biz taparıq 17, B plus C-ni taparıq 25 və A plus C-ni taparıq 18. 18 taparıq. Deyir, bu üçbucağın böyük hündürlüyünü tapın. Bunu tərəf-tərəfə toplasaq, A, B, C-nin cəminin ikimisini alarıq. Bu da bizə verər 17, 18, 35, o da 25, 60. Buradan A, B, C-nin cəmin 30 olduğunu alarıq. Demək, ABC-nin cəmi 30-dursa, onda AB-nin cəmi 17-dir axı. AB-nin cəmi 17-dirsə, C-ni biz taparıq 30-17, yəni 13. Sonra BC-nin cəmi 25-dir, demək A-nı taparıq, A bərabərdir 5. Sonra AC-nin cəmi 18-dir, onda B-ni taparıq 30-18, 12. Onda bu 5, 12, 13 düzbucaqlı üçbucaq imiş. Düzbucaqlı üçbucağın böyük hündürlüyü də ən kiçik tərəfə çəkilir olur. Bir də düzbucaqlı üçbucaqda demək 5, 12, 13 oldu. 5, 12, 13. 5, 12, 13. Bunun böyük hündürlüyü elə katetin biri olacaq. Çünki böyük tərəfə çəkilən hündürlük daha kiçik olacaq. H bərabərdir AB bölü C ilə tapılacaq. Burada hündürlüklərin ikisi də budur. Biri 5-dir, biri 12-dir. Ən böyüyü 12 olacaq. Yəni C variantı olacaq. On 16-cı suala diqqət edək. Demək deyir ki, bu tənliklər sistemindən x-i tapın. Buradan x-i tapmaq üçün diqqət edək. Birincini 3-ə vura bilərik. Y-i itirmək üçün. 3-ə vursaq nə verər? Onlar 3 bölünsün x, çıxılsın 3 bölünsün y, bərabərdir 3. İkincini də 1 bölünsün 2x, üstə gəlsin 3 bölünsün y, bərabərdir 4. Tərəf-tərəfə toplasam, -3 bölü y ilə müsbət 3 bölü y gedəcək. Qalacaq nə? 3 bölünsün x plus 1 bölünsün 2x bərabərdir 3 üstə gəl 4, 7. Bunu ortaq məxrəcə gəlsəm 2x, buna 2 dəfə, buna 1 dəfə düşəcək. 6 üstə gəl 1, 7 bərabərdir 7.
Məxrəci 1-də 7 gedəndən sonra 2x bərabərdir 1, x bərabərdir 2-də 1, yəni 0,5 alarıq C variantı. Növbəti 17-ci sual. Demək, 17-ci sualda deyir ki, m parametrinin hansı qiymətlərində bu tənliyinin x1 və x2 kökləri bu şərtini ödəyir. Nə edirik? Burada x1 kvadrat üstəgəl x2-nin kvadratının yerinə yazıram x1 üstəgəl x2-nin kvadratı çıx 2x1 x2 müxtəsər vurma düsturuna görə. Üstəgəlsin əlavə olaraq 2 kiçikdir 7 m plus 1-dən. Gətirib x1 üstəgəl x2-nin yerinə bu çevrilmiş kvadrat tənliyi olduğuna görə x1 üstəgəl x2 bunun əksi olur. Yəni mənfi m minus 1-in əksi eləyəcək m minus 1. Olacaq m minus 1-in kvadratı çıxılsın 2 vurulsun x1 x2-nin yerinə də m minus 2 yazacağım. Çünki burada q-nin yerində x kvadrat plus px plus q-də Viet teoreminə əsasən m minus 2 ilk kökləri hasilini bildirir. M minus 2-ni yazıram. Üstə gəlsin 2 kiçikdir 7-ni vururuq m plus 1-ə. Bunu həll edirik. Bu da bizə verir nə? Açıram bunu. Demək m-in kvadratı çıx 2m. Üstə gəl 1 çıxılsın 2m. Üstə gəl 4, üstə gəl 2. Keçirəm bu üzə çıx 7m, çıx 7. Kiçikdir 0. Bizə verəcək m kvadratı. Mənfi 2m, mənfi 4m, mənfi 7m. Bu da eləyəcək mənfi 11m. 1, 2, 3, 7. 7-lərdə gedəcək. Kiçikdir 0-dan. Demək, elədi də. Demək, 1, 4, 2, 7 elədi. Bu 7 ilə getdi. Buradan m-i çıxardıram. Eləyir m minus 11. Kiçikdir 0. Ayrıq da 0-a bərabər verilən sərhəd nöqtələrini 0 və 11 tapıram. Əl doxunda 0-dan 11-i qeyd edib, müsbət, mənfi, müsbət bizdən kiçiklər. Yəni 0-11 aralığı. Demək, doğru cavab Y variantı olacaq. Növbəti 18-ci sual deyir, kvadrat düzəldisini vurğulara ayırın. Demək, bunu vurğulara ayırmaq üçün biz nə edirik? Ortadakı həddi parçalayırıq. Bunu həm bu cür yaza bilirik, indi parçalama yolu ilə. Bir də köklərini tapmaqla, yəni sıfırlarını tapmaqla həll edə bilərik. Hər iki formanı deyəcəm. Demək, 3x kvadrat minus 4x minus 7-ni parçalamaq üçün nə edirik? 3-ü vururuq 7-yə, edir mənfi 21. Bu olur hasili. Bu mənfi 4 işarəsi olduğu kimi qalır. Bu da cəmi bildirir. Demək, hasili mənfi 21, cəmi mənfi 4 eləyən ədəd düşünürük. Bu da mənfi 7 və müsbət demək 3-dür. Vuranda mənfi 21 eləyir, toplayanda da mənfi 4 eləyir. Demək, bu ortadakı həddi, bu ortadakı həddi. Mənfi 7 və mənfi müsbət 3 kimi parçalamalıyıq. Necə? 3x kvadratı minus 7x plus 3x formasında. Minus 7 və buradan da vurğulara ayrılır. Sonra fərq eləmir. Hansını qruplaşdırsaz fərq eləmir. Yəni, istəyəm 7x-dən 3x-in yerini dəyiş, yenə də doğru olacaq. X-i çıxardıram mötərizə xaricinə, 3x kvadrat çıx 7x-dən. Qalır 3x minus 7. Üstə gəlsin. Buradan da heç nə çıxarmıram 3x minus 7-ni. Buradan 3x minus 7-ni təzədən çıxardıram. Qalır yerdə x üstə gəl 1. Demək 3x minus 7. 3x minus 7, x üstə gəl 1. Doğru cavab Y variantı. Demək, digər formada necə? Kvadrat tənlik kimi necə? Bu bəzən bunu tapa bilmir uşaqlar. Ona görə də mən kvadrat tənlik formasını deyim. Diskriminantla köklərini tapa bilsəz əgər bunu vurğulara ayıra bilərsiniz. Demək, nə edirik? İkinci formada nə edəcək? 3x kvadratı minus 4x minus 7-ni yazmaq üçün, vurğulara ayırmaq üçün x kvadratın əmsalını yazırsınız. X minus yerin boş qoyursunuz. Bunu da x minus yerin boş qoyursunuz. Burada yeri boşlara x1-dən x2-nin qiymətlərini yazacağıq. Yəni, bunu diskriminantını tapıram. 4-ün kvadratı 16 minus 4ac. A-sı 3-dür, S-si mənfi 7 plus olacaq. 4 üçün 12, 12-ni 7-yə vuranda 84. Biləcək 100. X1 bərabərdir mənfi B, yəni 4 plus kök altında diskriminantdan 10 çıxacaq. 2A 6. 1 elədi 14 bölü 6. Yəni 3-də 7. X2 bərabərdir. 4 çıx 10 bölü 6. Mənfi 6 bölü 6. Bu da mənfi 1 eləyəcək. Gətir bu qiymətləri yerinə yazıram. Biri mənfi 1 oldu, plus 1 olacaq. Biri müsbət 3-də 7 oldu, minus 3-də 7 olacaq. Sonra aldığımız bu 3-ü kəsrindən alınan cavab olan vurğa vururuq. Yəni, belə də saxlaya bilər, yəni səhv deyil. Bu da doğrudur. Sadəcə indi yazılış olaraq burada 3-ü itirib, kəsirindən burada vuruq yoxdur. Ona görə bu 3-ü itirmək üçün 3-ü mən ikinci vurğa vururam. X plus 1 vurulsun, 3-ü də vuranda 3x minus 3-dən 3 gedəcək, 7 qalacaq. Demək, x plus 1 ilə 3x minus 7 ala bilərik Y variantı. Davam edirik, 19-cu sual.
Demək 19-cu sualda deyir ki, tangens 2x çıxılsın cos kvadrat 2x bərabər sin kvadrat 2x. Tənliyini həll edin. Buradan tangens 2x bərabərdir. Cos kvadrat 2x'i sağ tərəfə getsəm alınacaq sin kvadrat 2x üstəgəl cos kvadrat 2x. O da 1 verir bizə. 2x bərabərdir. 1 alır tangens pi bölü 4 plus pk. 2'ye bölünən hamısın pi bölü 8 plus pk bölünsün 2. Demək pi bölü 8 plus pk bölünsün 2. B variantı doğru cavab olacaq. 20 sual. Deyir, düzgün üçbucaqlı piramidanın təpədəki müstəbucağı 90'dır. Demək, düzgün üçbucaqlı piramida. Düzgün üçbucaqlı piramidanın təpədəki müstəbucağı. Demək, təpədəki müstəbucaqlar. Bunun demək 3 dənə özü var. 3'ü də 90 dərəcədir. Piramidanın tam səthinin sahəsinin S tamın yan səthinin sahəsinin nisbətini tapın. S yana nisbəti. Düzgün üçbucaqlı piramidadırsa, bunun yan tilləri bir-birinə bərabərdir. Oturacaqda düzgün çoxbucaqlı, bərabər tərəflidir. Amma indi oturacaqdakı tillə yan tilin eyni olduğunu demir. İndi nə edirik? Demək, amma ifadə edə bilirik. Çünki yan tillər bərabərsə, məsələn, yan tilləri AA götürürəm hamısını. Bu düzbucaqlı, yan üzlər düzbucaqlı üçbucaq olduğuna görə, təpə bucağı da 90 yuxarıda olduğuna görə, bu oturacaqdakı tərəflər yan üzlərin hipotenuzlarıdır. 90'ın qarşısında duran tərəflərdir. Adı bura olur A köşdə 2. Hamısı A köşdə 2, A köşdə 2, A köşdə 2 kimi ifadə edə bilərik. İndi bunun tam səthinin sahəsini tapmaq üçün bu 3 dənə yan, bir dənə də oturacaqdır. Oturacaq bərabər tərəfli üçbucaqdır. Yanlar bərabər yanlı düzbucaqlı üçbucaqlardır. İndi bu düzbucaqlı üçbucağın yan səthini, bunun yan səthinin sahəsini tapmaq üçün 3 dənə demək, bərabər yanlı üçbucağın sahəsini tapmalıyıq. Bərabər yanlı üçbucağın sahəsi də burada. Katetləri hasının yarısı. Yəni A vur A böl 2. A kvadratı böl 2. Bu oldu yanların sahəsi. 3 dənə yan. Üstə gəlinsin. Bir dənə də oturacaq var. Oturacaq da bərabər tərəfli olduğuna görə tərəfin kvadratı vur köşdə 3 böl 4. Yəni tərəfi A olan bərabər tərəfli üçbucaqda A kvadrat köşdə 3 böl 4 idi. İndi bu tərəfi A köşdə 2'dir. Onda olacaq A köşdə 2'nin kvadratı vur köşdə 3 böl 4. Məxrəcdə də olacaq S yan. S yan bu da birincisi. 3 dənə A kvadratı bölünsün 2. Bərabərdir. Biz bunu hesablayacağıq. Burada bu iliyədə heç olduğu kimi saxlayıram bunu. Bunu da olduğu kimi saxlayıram. Biz burada iş görək. Bu eləyəcək 2 dənə A kvadratı. A'nın kvadratı köşdə 2'nin kvadratı 2 eləyəcək. 2 dənə A kvadratı 2 ilə 4 gedəcək. 2 ilə 4 gedəcək. A kvadratı qalacaq burada. Burada da 2 qalacaq. Məxrəcdə 2, surətdə A kvadratı, amma köşdə 3 də var. Köşdə 3 A kvadratı. Bərabərdir. Surətdən 2-də A kvadratın mötərizə xaricine çıxarıram. Yerdə qalır 3 plus köşdə 3. Məxrəcdə də 2-də 3 A kvadratı. 2-də A kvadratlar gedəcək, qalacaq surətdə 3 plus köşdə 3, məxrəcdə də 3. Demək 3 plus köşdə 3, məxrəcdə də 3. Yəni Y variantı doğru cavab olacaq. Davam edirik. Uyğun tərəfləri 14 və 18 olan 2-3 oxşar çoxbucağı vermişdir. Kiçik çoxbucağın perimetri 70 olarsa, böyük çoxbucağın perimetri tapın. Burada oxşarlıq tətbiq edirik. Perimetrlər nisbəti tərəflər nisbətinə bərabər olur. Sahələrdə çaşmayın. Sahələr verilərsə, məsələn, sahələrin nisbəti bərabərdir perimetrin, tərəfin kvadratına. Həcm veriləndə, məsələn, kub olur. Demək, P1'in P2'ye nisbəti. Birin 70 götürürəm. Kiçiyin perimetrini 70 veribsə, burada da diqqətli olun. Kiçiyi veribsə, surətə mən 70'i yazdımsa, 14 kiçik olanı surətə yazacağıq. Burada 14 ilə 70 gələcək 5 dəfə. 5 18'in eləyəcək 90, yəni C variantı olacaq. 22-ci sual deyir, 9 yeri olan sıraya 9 olan təsadüfi qaydada əyləşir. Onlardan Araz, Gündüz və Fərdin yanaşı oturması ehtimalını tapın. Demək, ehtimal tapmaq üçün hər bir işli halların sayını mümkün halların sayına bölməliyik. Əgər onlardan Araz, Gündüz və Fərdin yanaşı oturması ehtimalını istəyirsə, mümkün halların sayı odur ki, bunlar 9 yeri olan sıraya 9 olan təsadüfi qaydada əyləşirsə, 9 faktorial dəfə, yəni fərqli cür otura bilərlər. Amma Araz, Gündüz, Fərdin yanaşı oturmasını, demək Araz, Gündüz, Fərdin yanaşı oturması, bir də 6 nəfər əlavə qalır. Bunlar öz aralarında yer dəyişmə edirlər 3 faktorial dəfə. Sonra bunlara 1 nəfər kimi baxırıq. Bunlar 6 nəfərlə 3'ü birlikdə məsələn keçir, tutaq ki, özündən sonrakinin yanına.
Sonra 3'ü bir nəfər kimi yerdəyişmə eləyə bilir. Bir də 7 faktorial. Demək 3 faktorial vurulsun 7 faktorial kimi də bu olacaq 55 alların sayı. 9 faktorial ilə 7 faktorial gedəcək az 8 9. 3 faktorial da 1-dən 3-ə qədər hasildə 6-dır. 6-da 72-də 6. 72-də 6-da ixtisar gedir. 12-də 1, yəni D variantı qalır. A-B'yə paralel olarsa x-in dərəcə ölçüsünü tapın. Burada hazır düsturdur. Yəni üçbucağı tamamlamaqla da həll etmək olur və yaxud da ki hazır düsturdur. 43 ilə x-in cəmi 70 verəcək. X bərabərdir 70-dən 43 çıxacaq, eləyəcək 27 dərəcə. Davam edirik. 24. C vektoru D vektoruna kolineardır. C vektoru əgər D vektoruna kolinearsa, onda C-nin komponentlərini verməyib. Özümüzdən yazmalıyıq. D-yə uyğun. Kolinearlıq D-ni buna görə verib. Yəni D-ni biz bunu yazaq deyə verib. 2-1 vektoru. İndi C vektorunun uzunluğunu da kökdə 10 verib. Onda C vektorunun uzunluğunu tapmağı bilirik də. Kök altında kvadratları cəmi 2K-nın kvadratının üstünə 1K-nın kvadratını gələndə eləyəcək 4K kvadratı K kvadratı. Bərabərdir kökdə 10. Köklərini atıram. 5K kvadratı 10'dur. K kvadratı 2'dir. K müsbət mənfi kökdə 2'dir. İndi deyir C vektorun komponentləri hasilini tapın. C vektorun komponentləri olacaq. Müsbət mənfi kökdə 2 isə ola bilər müsbət mənfi 2 kökdə 2 ilə müsbət mənfi 1 kökdə 2. Hasilin istəyir. İndi müsbətlər də ola bilir, mənfilər də ola bilir. C vektorunun komponentləri hasilini tapın. Yəni müsbət kökdə 2 olanda 2 kökdə 2 ilə 1 kökdə 2 olacaq. İkisi də müsbət olacaq. Mənfi kökdə 2 olanda K. Mənfi 2 kökdə 2 ilə mənfi kökdə 2 olacaq. Hər bir halda hasil müsbət eləyəcək. Yəni 2 kökdə 2, 3 kökdə 2, bu da eləyəcək 4. Yəni doğru cavab 4 olacaq. 25-ci sualda deyir limit x 0-a yaxınlaşır. 1 minus kosinus x bölünsün x vur sinus x limitini hesablayın. 0'ı yerinə yazanda kosinus 0'da 1 alır. 1 çıx 1 0, bu da 0. 0 böl 0 alınsa qeyri-müəyyənlikdir. Demək L'Hopital qaydasından tapmaq olar və yaxud da ki sadələşdirməklə tapa bilərsiniz. Sadələşdirməklə tapmaq olur bunu. İndi törəmə məncə burada məxrəcdə x vur sinus hasilin törəməsi də var burada. Törəmə biraz çətin olacaq. Ona görə sadələşdirirəm. Gərək hasilin törəməsini tapasınız. Biraz uzun gedə bilər. Görək sadələşdirmək çətin olsa törəməklə yazarıq. Demək limit x yaxınlaşır 0-a. 1 minus kosinus 2x düsturdur. Sinus kvadrat x 2 sinus kvadrat x'in açılışıdır. 1 minus kosinus 2x. Yerinə yazıram 2 sinus kvadrat x. X vurulsun. Sinus 2x'i də yazıram. 2 sinus x kosinus x. Sinus x'in biri bundan getdi. 2 bundan getdi. Qaldı nə? Sinus x bölü kosinus x bu bizə tangis x verir. Qalır limit x yaxınlaşır 0'a. Tangis x bölü x. Bu da birinci görkəmli limitdir. X 0'a yaxınlaşan tangis x bölü x nəyə bərabərdir? 1'ə. Demək bu daha rahat imiş. Heç törəməyə də ehtiyac yoxdur. 26. Demək 2 loqaritma kökdə 5 əsasdan sinus pi bölü 7 vurulsun. Burada bunu sinus pi bölü 7 üssü 2'də 1 və bu da qarşıya 2 kimi keçəcək. Çünki düsturu xatırladım. Loqaritma məsələn a üssü m üssü b'dir məsələn. M qarşıya 1 bölü m kimi gələcək. 1 bölü m vurulsun loqaritma a'dan b. İndi bu üssü 2'də 1'dir, qarşıya 2 kimi gələcək. 2 loqaritma sinus pi bölü 7'dən 5. Loqaritmada da belə bir qayda var idi ki, eyni şey olarsa çarpaz olaraq ixtisar edə bilirdik. Burada 2 vur 2 4 eləyəcək. Loqaritma kökdə 5'dən 5 qalacaq. Və buradan da eyni şeyi təkrarlasaq, 5 üssü 2'də 1 qarşıya 2 kimi gəlsə, 8 loqaritma 5 əsasdan 5 qalacaq. Bu loqaritma 5 əsasdan 5 1 eləyir. 8 1'in 8 alarıq. 27'yə baxırıq. 27. Uyğunluğu müəyyən edin. Demək uyğunluq 1 2 3. Bir də verib bu deyir törəməsi. Hamısının törəməsinin 0 və 1-dəki qiymətini. Biz hər birinin törəməsini tapacağıq. Ona görə törəməsi bunların hər biri sadədir. Ona görə qarşısına yazıram. F'(x)'i tapıram. Bu edir 3 kosinus x-in törəməsi mənfi 3 sinus x üstəgəl 7. Mənfi 3 sinus x. Bunun törəməsi eləyəcək. F'(x) bərabərdir 3x kvadrat üstəgəl 2. Bunun törəməsi eləyəcək. X kvadratın törəməsi 2x, 200x-in törəməsi 200x elin 2.
A üstü x-in törəməsi ilə tapılır. Yəni A üstü x elən A. Vəsə yerinə yazırıq indi. Birinci birləri yazaq. Bir yazanda məsələn törəməsində 1 yazsaq bizə nə verəcək? 1-də eləndir, bir də ədəddir. Bu getdi. Məsələn 1 yazanda 3 üstə gəl 2 5 verəcək. İkinciyə uyğun olacaq. F1 5-də 2-yə uyğun olacaq B. Sonra F1 4 elən 2 alınır. 1 qoyanda 2 üstə gəl 2 elən 2. 2 üstə gəl 2 elən 2. Bu bizə 4 elən 2 verməyəcək. Demək bu doğru deyil. 4 elən 2 uyğun olmayacaq. Heç birisinə. Demək A variantı heç birisinə uyğun olmayacaq. Sonra indi də 1 ilə işimiz qutardı. Keçdik sıfırlara. 0 qoyanda sinus 0-da 0 alır. 7 eləyəcək. 0-da 7 1-ə uyğun olacaq. 1-ə Y. 1-ə D. Sonra demək bunu da çıxardıq aradan. 0 qoyanda 3x kvadrat üstə gəlir ki 2 eləyəcək. 0-da 2 C gedəcək ikinciyə. 2-yə C. Sonra bir də 0-da qoyanda 0 2 üstü 0 1 eləyəcək. Elən 2 eləyəcək. Bu da 3 uyğun olacaq Y. Demək 1D 2BS 3Y. A heç birisinə 1-də 5 alan. 1-də 5 alan yazmışdıq da. B-ni yazmışdıq 2-yə. Demək 1D 2BS 3Y. Doğru cavab olacaq. Növbəti 28-ci sual. Deyir 9 oğlan və 6 qız şagirdin olduğu sinifdən yarışda iştirak etmək üçün 3 nəfərdən ibarət komanda seçilməlidir. Demək 9 oğlan və 6 qızın arasından 3 nəfər seçilməlidir. Tərkibində həm oğlan, həm də qızın olduğu neçə belə müxtəlif komanda yaratmaq olar. Həm oğlan olsun 3 nəfərin içərisində həm oğlan olsun, həm qız. Onda biz seçə bilərik. 1 oğlan, 2 qız. 2 oğlan, 1 qız. Da 3 oğlan, nə 3 qız. Tərkibində həm oğlan, həm qız olsun deyir. 1 oğlan, 2 qız və yaxud da 2 oğlan, 1 qız seçə bilərik bunu. Və fikir verin. 1 oğlan və 2 qız. Və ya 2 oğlan 1 qız. Demək o və dediyimiz hissədə elə bilin ki hasil olacaq. Və ya deyə bildiyimiz hissədə toplam olacaq. İndi 1 oğlan və 2 qız seçiriksə 9 oğlan 6 qızın arasından 1 oğlanın 9 nəfərin arasından kombinezon 9-dan 1 vurulsun. 2 qız seçirəmsə kombinezon 6-dan 2. Və ya üstə gəlin 2 oğlan seçirəm kombinezon 9-dan 2 vurulsun. 1 qız seçirəm kombinezon 6-dan 1. Bərabərdir. Bunu hesablayacağıq. Kombinezon 9 elementdən 1 ilə 9 eləyəcək. Vurulsun. 6 elementdən 2 də 6 faktorial bölünsün. 4 faktorial vurur 2 faktorial. Burada 4-dən 6 gedəcək. 5 vur 6 qalacaq. 30-un yarısı 15 eləyəcək. Üstə gəlsin. 9-dan 2 də eyni qayda ilə 9 faktorial bölünsün. 7 faktorial vurur 2 faktorial. Gedəcək 8 vur 9. Məxrəcdə 2 ilə gedəcək. 36 eləyəcək bu. Demək bu elədə 15. Bu da 36. Bir də vurulsun 6-dan 1 də 6 eləyir. Bərabərdir. 9-u 15-ə vuracaq 90 eləyir. 90 o da 45. 135 eləyəcək. Demək 135. Üstə gəlinsin. 6-nı da 36-ya vuracaq. 6-nı da 36-ya vuracaq 216 eləyəcək. Bu da eləyəcək 351. 351 yəni doğru cavab olacaq. 351 dənə bu cür komanda yaratmaq olar. Davam edirik. 29-un sualı sual oxşuyur. Baxaq. Demək ABCD 4 bucaqlısında AC diaqonalı bu. DN parçası ilə M nöqtəsində kəsişir. Şəkildə görünür. DN BC-yə paraleldir. Demək BC ilə BC paraleldir DN-ə. Paraleldir. NM-in MD-yə nisbəti 1-in 4-ədir. NM-ə yazıram 1K, MD-yə yazıram 4K. SAM-in 1, buranın sahəsi 1, SDMC isə 8-dir. Buna S1 yazıram, buna S2 yazıram 8-dir. Bizdən ABC-nin sahəsini istəyir. İndi mən nə edirik? Burada diqqət edək. Burada AND üçbucağına diqqət edək birinci. Aynı bu hissə. Burada üçbucağın tərəfləri K 4K olduğuna görə, bu da eyni bu ortaq təpədən çəkildiyinə görə K 4K hissəyə bölünübsə, sahəsi də 1-4 nisbətində bölünəcək. 1-dirsə, bu da sahəsi 4 olacaq. Sonra gəldik digər tərəfə. N ilə C-ni birləşdirirəm. N ilə C-ni birləşdirsəm, eyni qaydanı NC D üçbucağı üçün tətbiq edirəm. NDC.
Əgər tərəf 1,4-dürsə, sahə də 1,4 nisbətində olmalıdır. 4-ə 8 düşübsə, 1K-ya elə bil ki, 2 düşüb də. Onda bunun sahəsi 2 olacaq. İndi biz ANC üçbucağına diqqət edirik. Bura baxaq, ANC. ANC üçbucağında sahələr 1, 2 kimi bölünüb. Onda tərəflər də, indi M ilə yazıram, 1M, 2M nisbətində bölünəcək. Tərəf 1, 2 bölünəcək. Çünki sahəsi 1, 2 bölünübsə, ortaq bir xətt çəkilib. Ona görə də həmin o xəttin tərəfi hansı nisbətdə bölünürsə, sahəni də həmin nisbətdə bölməlidir. Bu digər tərəfdən bizə paralellik şərti verib. Paralel veribsə, onda bu Fales teoreminə görə sol tərəf 1, 2 nisbətdə bölünübsə, sağ tərəfə də bir el yazıram. 1, məsələn, 2 nisbətində yaza bilərik. L2. Onda biz bu üçbucağa diqqət edək. Bu üçbucaq. Böyük üçbucaq yenə C-dən çəkilən xətlə 1, 2 nisbətdə bölünüb. Onda bu sol tərəfdəki aşağı hissədə olan üçbucağın sahəsi nə qədərsə 1 budur, 2 budur, 3-dür. 3-ə 1 el düşübsə 2 elə düşəcək 6. Buna da S5 yazıram 6. İndi ABC üçbucağının sahəsini istəyirdi. ABC. ABC üçbucağının sahəsində S1 var, S4 var, S5 var. Yəni 1 var, 2 var, 6 var. Cəmi eləyəcək 9. Və sonuncu sual. Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevirən radiusu R, daxilinə çəkilən çevirən radiusu kiçik R-dir. Onun perimetrinin bu olduğunu isbat edin. Düzbucaqlı üçbucağın xaricə çəkilən radius, daxilə çəkilən çevirən radiusu üçün düstur var. Xaricə çəkilən çevirən radiusu hipotenuzun yarısıdır. Daxilə çəkilən çevirən radiusu da A plus B minus C bölü 2 düsturundan tapılır. İndi bizdən perimetrin bu düstur olduğunu isbat edin deyir. A plus B plus C. Biz burada nə edək? A plus B-ni tapaq, gətirək qoyaq yerinə də. Buradan C-ni tapaq, birinci. C 2 yer eləyəcək. Buradan A plus B minus C 2 dənə kiçik yer eləyəcək. C sağ tərəfə atıram, 2 yer üstəgəl C olur. C də 2 yer olduğuna görə onda A plus B-nin yerinə A plus B bərabərdir. 2 yer üstə gəlsin, C-nin də yerinə dedik 2 yer yazacaq. 2 yer plus 2 yer. Gətirib qoyuram burada yerinə. P bərabərdir. A plus B-nin yerinə yazıram. 2 dənə kiçik yer üstə gəl, 2 dənə böyük yer. Üstə gəlsin, C-nin də yerinə 2 dənə böyük yer yazıram. Burada çünki var idi. Onda P olur 2 dənə kiçik yer, üstə gəl 4 dənə böyük yer. Buradan 2-ni mötərizə xaricinə çıxaranda R plus 2 dənə böyük yer. O da bizdən elə bunu istəyirdi. Demək, isbat olundu. Sağ olun dəyərli izləyicilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşmək ümidi ilə.